Saat durasan ki mesaj gəlir ki salam. Amalığından. Həyatdakının vəziyyəti pisdir, yaxşı deyil. Sonra dədə yazar. Səsim dəyişək ki, gəlmişəm burada öyle. Mən də inanmışam da, saf adamam. Qəşək 1300 manat aldı, biraz danışdı. Bakıya gələndə gələrsən. Pul almaqdan ötəri, şirin biləs almaqdan ötəri. İnsanım, qəddar insan deyiləm, cani deyiləm. Şirin dilə salam, pul alam, ay Bakıya gələndə səni gözləyirəm ha. Gələrsən bizə. Götür mənə blokatır. Xeyr, o məni sadəcə əkif. Saxla bilməni. Məni həkim adından inandır. Güya banısada qalıb, pul deyə bilmir. Vəziyyət alır. Nə var mən allatmağa? Allatdı məni, inandırdı mənə, nə olsun? Amma nənəm fikirləşinə ki, saxlı iki qardaşı kimi sofrada kimsə evlə işlik eləyib. Allah nənəmə qəni rəhmət eləsin. Anam rəhmətə gedəndə nənəmin anam ərinə tutdu, nənəm danışırdı, mən də gördüm. Ərinə tutdu ki, mənim uşaqlarımı analıq ərinə verin. Buradan sağa səslənirəm. Sağ papa deməyə dilimdə gəlmir. Sən ki, mənim hisslərimlə oynamısan, əyl ya da gec Allah sənin qabağına qoyacaq. Başa düşdün? Bax. Mənim ki, hisslərimi oynatmısan, mən ki, evləndirib eşliyi, evləndirib bir ailə sahibi eləməmsən, bax, buradan sağ səslənəm. Həyatım boyu, istər pastellərə düşsən belə mən səni yenə bağışlayasın belə, bax. Dəstələr orada can verir, qəddar olacam, yəni sənin kimi. Bax, sənin kimi qəddar olacam. Bax, bu sözümü deyirəm, nə tək ki, sən cani qəddarsan,